2012-ci il 21 dekabrda hamı şam yandırır deyə dünya dağılacaq. Əslində o Şumer təqvimlərinə görə biz boyut dəyişdirirdik. Əslində dünya dağıldı. Necə? 3-cü boyutun oyunu Matrixi dağıldı, 4-cü boyuta keçdik. 4-cü boyut bilgi boyutu olduğu üçün indiyə qədər öyrəndiyimiz bütün bilgiləri biz 2012-dən indiyə qədər almışıq. Bütün Wikipedia, YouTube, WhatsApp, Instagram insanların kütləvi şəkildə öyrəndiyi vaxt oldu bu 10 il. 2013-dən bu vaxta. 2020-ci il 22 dekabrda biz keçdik 5-ci boyuta. 5-ci boyut oyanış boyutudur. Buna İslamda deyirlər axir zaman, qiyamətə yaxınlıq. Misal, qiyam etmək oyanmaq deməkdir elə, qiyam. Qiyamət qiyam sözündən gəlir. Yəni 5-ci boyut oyanış boyutu olduğu üçün İslam da buna axir zaman deyir. Yahudilər qızıl çağ deyir, xristianlar cənnət çağı deyir. Həmin dövrdəyik.